Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün bayramda hazırlaya biləcəyiniz ən ləzzətli, ən dadlı tortlardan birini hazırlayacağım. Videonu mütləq sonadək izləyin, keçək hazırlanmasına. Əvvəlcə tortun xəmirini hazırlayırıq. Xəmir üçün 5 ədəd yumurta götürürük. Yumurtanın ağını sarısından ayırırıq. Burada sarının biri dağılıb, yəni sizlərə elə gəlməsin ki 4 ədəddir. 5 ədəd yumurtanın sarısıdır. Üzərinə 230 qram şəkər tozu əlavə edirik. 230 qram şəkər tozu da 200 ml stəkan ölçüsü ilə 1 stəkandan 1 xörək qaşığı yarım artıq şəkər tozu edir. Və bunları bu yumurtanın sarısından şəkər tozunu mikserlə ağarana qədər qarışdırırıq. Bir qədər qarışdırırsanız görəcəksiniz ki, rəngi ağappaq ağardı. Bu cür olduqda ev temperaturunda tam yumşalmış 200 qram kərə yağı və ya margarin. Hər ikisindən istifadə edə bilərsiniz. Əlavə edirik xəmirin içərisinə və 1 xörək qaşığı dolu da mayonez əlavə edirik. Və yenə də mikserlə qarışdırırıq. Burada yağın tam yumşalmış olması vacibdir ki, mikserlə qarışdırarkən xəmirin içərisində düyün qalmasın, tam açılsın. Görürsünüz, yağ tam yumşaq olduğuna görə mikserlə qarışdırdıqda tamamilə açıldı. Ən sonda isə unumuzu götürürük. Undan bir qədərini əlavə edirik. Bir paket vanil götürmüşəm. Vanilin hamısını əlavə etmirəm. Yarım çay qaşığını xəmirə əlavə edirəm. Yarım çay qaşığını da bezəyə əlavə edəcəm. Bir çay qaşığı da qabartma tozu əlavə edirik və əvvəlcə spatula vasitəsilə qarışdırırıq. Daha sonra isə artıq başlayıram xəmirimi əllə yoğurmağa. Xəmir çox elastik, yumşaq, rahat bir xəmirdir. Unu hissə-hissə əlavə etmək lazımdır. Bir dəfəlik əlavə etməyin. Ümumilikdə mən 420 qram undan istifadə etdim. 420 qram unda hər zaman videolarımda, reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 3 stəkandan 1 xörək qaşığı dolu artıq un eləyir. Qeyd etdiyim kimi unu hissə-hissə əlavə edərək yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Dəyərli izləyicilərim, kim hardan videomuzu izləyərsə, hər birinizdən çox xahiş edirəm ki, videomuzu izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunmağı unutmayın. Videolarımızı bəyənirsinizsə mütləq yaxınlarınızla da paylaşın və bir kəlmə olsa belə şərh yazmadan keçməyin. Sizlər də kanalımızın böyüməsində mənə bu cür dəstək olmuş olursunuz. Xəmiri yoğurduqdan sonra qabın içərisindən götürürük və masanın üzərinə də 1 xörək qaşığı un əlavə edirik və həmin o 1 xörək qaşığı unun içərisində də xəmiri biraz belə yuvarlayıb eyni bərabərdə olmaqla 3 hissəyə bölürük. Xəmirin bir hissəsini, baxın görürsünüz, biraz belə barmağımla açıram içərisini və bura 1 çay qaşığı kakao əlavə edirəm. Və bu belə qalır. Yəni hələ masanın üzəri qara olmasın deyə, kakaolu olmasın deyə ağ xəmirlərimi kündələyirəm. Daha sonra isə o həmin kakaolu xəmiri də yoğurub, həmin o kakaonu da xəmirə yedirdəcəm. Yoğurduğumuz xəmiri ümumilikdə 3 hissəyə bölürük, yəni 3 kündə edirik eyni bərabərdə olmaqla və 2 kündə ağ kündə olur, bir kündəmiz isə kakaolu xəmir olur. Əlimizlə tez-tez yoğuraraq həmin bu 1 çay qaşığı kakaonu da kündəmizə yedirdirik. Çox rahatdır, yəni xəmir o qədər yumşaqdır ki, rahatlıqla tez-tez yoğura-yoğura həmin o 1 çay qaşığı kakaonu kündəmizə yedirdirəm. Kündələrimiz hazır olduqdan sonra kündələrin hər birini ayrı-ayrılıqda salafana yerləşdiririk və soyuducunun buzluq olmayan adi gözündə 30 dəqiqə dinləndiririk. Yəni 30 dəqiqədən artıq saxlamağınızı məsləhət görmürəm. 30 dəqiqə qaldı, bəs edir. İnandırım sizlərə, o qədər gözəl bir xəmirdir, o qədər gözəl bir tort alınır ki, həm iri ölçüdə bərəkətli bir tort alınır, həm də ki, yedikcə dadından, ləzzətindən doymaq olmur. Baxın, kündələri aparıram soyuducuya, 30 dəqiqə keçdi. 30 dəqiqə keçdikdən sonra götürürəm soyuducudan xəmirlərimi. Əvvəlcə ilk olaraq kakaolu xəmiri yayıram, altına biraz un səpirəm, üzərinə də un səpmək lazımdır. Burada ən əsas məqam, onu qeyd edim ki, mütləq çalışın bu xəmiri yayarkən, kündələri yayarkən yağlı kağız üzərində, yəni perqament kağız üzərində yayın. Çünki xəmiri yaydıqdan sonra bunu artıq oxlovla qaldıra bilməyəcəksiniz. Kündə qırılacaq. Çünki pesoçnu xəmirdir, şəkərli xəmirdir. Ona görə sizlərə rahat olsun deyə birbaşa yağlı kağız üzərində yayırsınız. 27-nin 27-yə olan ölçüdə forma ilə kəsirəm. Kvadrat formadadır. Sizlər istəsəniz 27 sm olan dairə formasında da kəsə bilərsiniz. Çəngəllə bir neçə yerdən deşib və xəmirin kənar hissələrində bıçaqla ayırıram ki, bişərkən kündə yapışmasınlar. İndi isə keçirəm digər ağ kündələrimi yaymağa. Ağ kündəni də yenə gördüyünüz kimi çox rahatlıqla yaydım. Perqament kağız üzərində yayıram. Alt hissəsinə biraz un səpirəm. Biraz da azca
üzərinə səpib rahatlıqla yayıram. Yayarkən xəmirin kənarlarında biraz baxın belə qırılma azacıq olur. Yenə də qeyd edirəm çünki pesoçinin xəmirdir. Ona görə əlinizlə rahatlıqla düzəldə bilərsiniz. Çox rahatlıqla yayılır. Bunu da yenə yaydıqdan sonra forma ilə kəsirəm. Amma bu ağ xəmirləri kəsdikdən sonra kəsdiyim o kənar hissələri bu listin içərisində saxlamıram. Çünki bunun üzərinə bezi də əlavə olunacaq. Ona görə baxın görürsüz, kənar hissələrdən kəsib çıxartdığım xəmirləri digər listə yığıram. Ən sonda da bunu bişirib tortun üzəri üçün ovuntu hazırlayacağam. İkinci kündəni yaydıqdan sonra keçirəm mən bezəni hazırlamağa. Bezi üçün yumurtanın sarısından ayırdığımız 5 ədəd yumurtanın ağlarıdır. Üzərinə yarım çay qaşığından az duz əlavə edirik və mikserlə əvvəlcə bunu tam ağarana qədər, biraz qatlaşana qədər qarışdırıram. Yumurtanın ağları bir qədər qatlaşdıqdan və ağardıqdan sonra üzərinə şəkər tozunu bir dəfəyə yox, hissə-hissə əlavə edirik. Burada videomuz çox uzun alınmasın deyə mən biraz videonu sürətləndirmişəm. 5 yumurtanın ağına 300 qram şəkər tozu əlavə etdim burada. 300 qram şəkər tozu da 200 ml stəkan ölçüsü ilə stəkan yarım şəkər tozu eləyir. Hissə-hissə əlavə etdikdən sonra yarım çay qaşığı vanili də əlavə etdim içərisinə və tam ağarana qədər, bərkiyənə qədər qarışdırdım. Və artıq budur, bezemiz hazırdır. Bezenin hazır olmağını hardan biləcəksiniz? Qabı əydikdə, qabdan əgər beze tökülmürsə, mikserin çubuqlarını belə tərpətdikdə oradan axmırsa, demək bezi hazırdır. Bezi hazır olduqdan sonra içərisinə 150 qram qovrulmuş yer fındığı əlavə edirik. Qarışdırıb qoyuruq bir kənarda qalsın. Daha sonra isə ilk olaraq kakaolu xəmiri yerləşdirdim sobaya. Öncədən isidilmiş sobada 170-180 dərəcə arasında 15-20 dəqiqə müddətində bizim kakaolu xəmirimiz bişib hazır olur. Amma bu bezeli ağ xəmirləri isə 40-45 dəqiqə müddətində bişiririk. Çünki üzərində beze olduğu üçün bizə lazımdır ki, beze qurusun və yaxşı bişsin, yumşaq qalmasın. Bezenin tən olaraq yarısını bir ağ xəmirin üzərinə, digər qalan yarısını isə digər xəmirin üzərinə əlavə edib bişiririk. Bezeli xəmirləri 40-45 dəqiqə müddətində 130 dərəcədə mən konveksiyada bişirdim. Bezenin üzərinə barmağınızla vurduqda görsəniz əgər beze quruyub, deməli onda bişib sobadan götürürsüz. Bişdikdən sonra mütləq tam soyumasını gözləməyə lazımdır. Onlar soyuyan müddətdə də mən krem hazırlayıram. Krem üçün ev temperaturunda tam yumşalmış 250 qram kərə yağı götürürük. Yumşalmış kərə yağımızı əvvəlcə mikserlə ağarana qədər qarışdırırıq. Yağımızın rəngi ağappaq ağardıqdan sonra bir banka qaynanmış, qatlaşdırılmış südü 3 dəfəyə əlavə etdim və mikserlə qarışdırdım. Sonda üzərinə də yarım banka adi qatlaşdırılmış süd əlavə edirik, qarışdırırıq və kremimiz hazırdır. Bu krem çox qatı olmalı deyil. Baxın gördüyünüz kimi bu cür krem olur və son korjum da artıq bişib hazır oldu. Tam soyduqdan sonra keçirəm artıq tortumuzu yığmağa. Gördüyünüz kimi baxın üzərinə görürsüz vurduqda quru səs gəlir. Yəni quru bezi. Bu cür olduqda demək hazırdır. Kənar ovuntularını da bişirdim və bunu da tortun üzəri üçün ovuntu hazırlayacağam. Çox iri tort olduğu üçün və tortun ölçüsünə uyğun məndə belə kvadrat forma, yəni qab olmadığı üçün mən elə soba listinin arxa hissəsində tortu yığdım. Əvvəlcə orta hissəsinə biraz krem əlavə etdim ki, korjumuz sürüşməsin. Daha sonra isə üzərinə bolluca kremdən əlavə edirəm, qəşəng kremləyirəm üzərini. Orta hissəsinə kakaolu xəmiri yerləşdiririk. Kakaolu xəmirin üzərinə gördüyünüz kimi bezi əlavə etmirik, sadə şəkildə bişiririk. Amma ağ xəmirlərin üzəri bezeli olur. Hazırladığımız bezeni 2 hissəyə bölürük, yarısını əlavə edirik. Bir xəmirin üzərinə, ağ xəmirin üzərinə, digər yarısını da digər ağ xəmirin üzərinə əlavə edirik. Qalan kremi də mən sıxma torbasının içərisinə əlavə etdim və tortun üzərinə bu cür əlavə edirəm. Sizlər istəsəniz elə birbaşa üzərinə əlavə edib qaşıqla da yaya bilərsiniz. Artıq bu qalıb sizlərin istəyinə. Bu tort 80-ci illərin Snickers adı ilə tanınan bir tortudur. Tortu sonunda kremlədikdən sonra üzərinə bolluca yenə də qovrulmuş yer fındığı əlavə olunmalıdır. Amma məndə az olduğu üçün yer fındığı, ona görə mən qoz ləpəsi ilə əvəz etdim, qoz ləpəsi əlavə etdim. Kənar hissələrindən kəsib çıxartdığım xəmirləri də bişirdim, əlimlə ovdum. Üzərinə də biraz qoz ləpəsi doğrayıb əlavə etdim və tortun üzərinə əlavə etdim. Adicə damla şokolatı da biraz duru yağ əlavə edib onu da əritdim və belə üzərinə sadə şəkildə, qarışıq şəkildə şokoladdan da əlavə etdim və tortumu səhərə kimi saxladım. Artıq səhəri gündür və indi tortu kəsib iç görünüşünü də sizlərə göstərəcəm. Onu
onu deyə bilərəm ki, həm bərəkətli, həm iri bir ölçüdə möhtəşəm bir tort alınır. İnanın ki, bu tortu kim yesə, yəni bəyənməmək mümkün deyil. O qədər dadlı, o qədər ləzzətli bir tortdur ki. Tortu doğradıqda görürsüz xırçıltılı səs gəlir. Bu da bezenin səsidir. Amma krem korjları yumşaldıb. Həm kremin dadı, həm bezenin dadı, içərisində qovrulmuş yer fındığı, qoz ləpəsi, bunlar hamısı dadları qarşı bir-birinə və kremdə tortun korjlarını yumşaldıb. Bezi içərisində qəşəng xırçıltılı qalıb, çünki bezeni çox qəşəng bişirmişəm. Qəşəng quruyub, bərkiyib və krem də korjları yumşaldıb. İnanın ki, çox ləzzətli bir tortdur da, möhtəşəmdir. Mütləq bayramda bu tortdan hazırlayın. Bilirəm ki, çox bəyənəcəksiniz. Ərzaqların miqdarını da tam olaraq açıqlama bölümündə də sizlər üçün qeyd edəcəm. Hər zaman olduğu kimi zəhmətə dəyər verib videomuzu mütləq bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə yaxınlarınızla da paylaşın. Bir kəlmə olsa da belə şərh yazmadan keçməyin. Tort sadəcə ağızda əriyir, onu deyə bilərəm. Çox ləzzətlidir, möhtəşəm bir tortdur. Hazırlayın, göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidilə, sağ olun, salamat qalın.